Sizin üçün çox dadlı bir ərikli, kəsmikli yay piroqu resepti verirəm. Mütləq yaddaşda saxlamağınızı tövsiyə edirəm. Çünki həqiqətən də bişməyi ilə bitməyi bir oldu. Bir qaba 3 xrustal stəkanı ilə un tökürük. Üzərinə 200 qram yumşaq kərə yağı əlavə edib qarışdırırıq. Umaç halına salırıq. Sonra 2 yumurta, 100 qram şəkər tozu, 2 xörək qaşığı xama əlavə edib qarışdırırıq. Bu arada az qalmışdı ki, qabartma tozunu unudum. Xəmiri yoğururuq. Əgər ehtiyac olarsa ələ yapışmayana qədər un əlavə edin. Xəmiri 2 bərabər olmayan hissəyə ayırırıq. Yəni tən ortadan yox, biri digərinə nisbətən böyük və kiçik olmalıdır. Kiçik hissəni buzluğa atırıq, böyük hissəni isə bişirəcəyimiz qaba yayırıq. Xəmiri yavaş-yavaş barmaqlarımızla önə gətirib tavanın divarlarını qaldırırıq. Mənim tavam 29 santimdir. Yapışmayan tavadır, ona görə də yağlı kağızdan istifadə etmədim. Amma siz nəzərə alın. İçlik üçün 600 qram kəsmik, 5 yumurta, şəkər tozu, vanil və qarışdırırıq. Belə bir ləzzətli kütləmiz alınır. İndi isə xəmirin üzərinə mən tumların çıxartdığım ərikləri düzürəm. Sonra isə kəsmikli kütləmizi əriklərin üzərinə əlavə edirəm. Məncə başqa meyvələrdən də istifadə etmək olar. Amma mən nədənsə elə bu piroqa məhz əriyi yaraşdırıram. İndi isə buzluqda saxladığımız xəmirin ikinci hissəsini sürtkəz vasitəsilə piroqun üzərini bağlayırıq. Və salam göndəririk 180 dərəcəlik sobaya. Üzəri qızarana qədər təxmini 40 dəqiqə bişiririk. Bu piroq bişənə qədər kəsmiyin, əriyin, vanilin iyləri bir-birinə qarışır. Evə elə gözəl bir ətir yayılır ki, artıq piroqumuz hazırdır. Kəsirəm və içi də belə gözəl görsənir. Bu piroqun soyuducusuz halı, bu isə soyuducudan çıxmış halıdır. Hər bir halda çox dadlıdır. İnşallah siz də bişirin. Dadına özünüz əmin olacaqsınız. Bəyənməyi unutmayın. Bişirənlərə nuş olsun.